Qabiliyyət imtahanına hazırlaşırsansa, bu videoya mütləq baxmalısan. Diananın ölçüləri necə qurulur, indi onu göstərəcəm. Burada çəkmişəm qurumasını, amma indi ölçüləri necə olmalıdır, əslində necə olmalıdır onu göstərəcəm. Baxın, buradan bura qədər olan məsafəni ölçürük. 1, 2, 3. Baxın, bu çənəyə qədər olan məsafə eyni olmalıdır. Buradan bura qədər olan məsafə, buradan bura qədər olan məsafə, buradan da bura qədər olan məsafə. Bunlar hər zaman bərabər olur. Sifət 3 yerə bölünür. Bunu mütləq yadınızda saxlayın və gözləri ölçürəm. Burnun enliliyi, yəni baxın, buradan bura qədər olan məsafə burnun enliliyidir. Baxın, karandaşı qoyuram bu cür, sonra qaldırıram, qoyuram bura. Gözlə bu bərabər olmalıdır və iki gözün arasında bir gözün məsafəsi yerləşir. Baxın, bu da bərabər olmalıdır. Sonra bu gözə qoyuram. Görürsünüz ki, bərabərdir. Yəni, burnun bu enliliyi ilə gözlərin ölçüsü eynidir. Dodaq isə dodağın başlanğıc forması. Baxın, xətti bu cür qaldırsam, buradan başlayır. Görürsünüz? Bu ölçülərə diqqət yetirmək mütləqdir. Bunlar sizin üçün mühüm əhəmiyyət kəsb eləyir. Çünki əsas meyarlara daxildir. Bu ölçülər səhv olsa, qurumanız artıq səhv gedəcək. Və ümumi ölçüsək necə olar? Ümumi ölçüsək, baxın, bu tacdan ölçürəm. Tacın enliliyi 1, 2, 3, 4, 5, 6, 7, 8. Ümumi 8 dənə bu tacın ölçüsü qədər məsafə tutmalıdır. Yəni, ümumi ölçüsü 8 dənə bu qədər edəcək. Karandaşla ölçmək isə mütləqdir ki, xətkeşdən istifadə eləmək olmaz. Zaten bunu, əgər hazırlaşırsınızsa, bunu artıq bilirsiniz. İndi isə işıq kölgələndirmə mərhələsinə keçəcəm. Onu necə işıq və kölgələndirmə etmək lazımdır göstərəcəm.